Quba xanlığı Telegram kanalından maraqlı məlumat. Tarixi sənədlər və Rus mənbələri göstərir ki, 19-cu əsrdə Qusar eyni zamanda Yeni Quba adı ilə də tanınıb. Məsələn, 1836-cı ildə Bestujev-Marlinski öz Quba şəhərinə yol əsərində bildirir ki, 1834-cü ildə Abşeron piyada polku qərargahını Qusar, yəni o vaxtlar Yeni Quba adlandırılan ərazidə yerləşdirib. O, bu məkanı köhnə Qubadan 12 verst aralı, dənizə yaxın Qusar çayının sahilində kimi təsvir edir. Bundan başqa 1832-ci ildə Şnitnikovun Quba əyalətinin təsviri əsərində də eyni məlumat yer alıb. Berezinin 1849-cu ilə aid yazısında isə qeyd olunur ki, yaxın keçmişdə yaranmasına baxmayaraq, Quba artıq köhnə adını qazanıb. Çünki qonşuluğunda Qusar çayının sahilində, dənizə daha yaxın 12 verst aralıda Yeni Quba inşa edilib. Bu məkan Azərbaycan ədəbiyyatında da öz izini qoyub. Lermontovun Bəla povestinin hadisələrinin məhz Yeni Quba qalasında baş verdiyi güman edilir. O dövrdə Rusiya imperiyasının rəsmi sənədlərində Qusar adı ilə yanaşı Yeni Quba ifadəsi də geniş istifadə olunub. Məsələn, 1848, 1849, 1853, 1857 və 1859-cu illərə aid Qafqaz təqvimi adlı illik nəşrlərdə həm Qusar, həm də Yeni Quba terminləri birlikdə qeyd edilir. Bu məlumat da göstərir ki, Yeni Quba termini rəsmi sənədlərdə və dövrün mənbələrində geniş istifadə olunub.